Bugün İran məhv olmaq üzrədir və sabah ondan sonra sıra ərəblərə gələcək. Ey Rəbb, onlara yer üzündə bir əlamət ver. Onlara göstər ki, bu rəhbərlər şərdir. Bu şər alimlərdən və ya dünya liderlərindən birini ifşa et və bunu ictimai bir qalmaqala çevir və ya onlardan birinin qəfil ölməsinə səbəb ol ki, bu insanlar inansınlar. Allah Teala buyurub, zalim bir qılıncdır. Mən ondan intiqam almaq üçün istifadə edərəm və sonra onun özündən intiqam alaram. Və Muhammed Peyğəmbər buyurub, Allah İran Şahı Xosrova lənət etsin. Həqiqətən məhv ediləcək xalqların ilki farslar, sonra isə ərəblərdir və sizin gerçəkləşdiyini gördüyünüz şey budur. Beləliklə, bugün mənə çatdırılması əmr olunanı çatdırdım. Allahım, sən şahidsən ki, mən təbliğ etdim. Allahım, sən şahidsən ki, mən gizlətmədim. Allahım, sən şahidsən ki, mən yalnız sənə, yalnız sənin hakimiyyətinə və sənin təyin etdiklərinə çağırdım. Odur ki, kim dəvətə icabət etsə, özü üçün icabət edər və kim üst çevirsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.